Kəlağayının yaraşmadığı xanım varmı görən? O, naz qəmzəli, şux Azərbaycan gözəlinin gözəlliyinə xüsusi sirri məmma qatıb. 100 illərə sinə gələn, əsrlərin sınağından çıxan, dövrümüzə qədər öz dəyərini qoruyub saxlayan Kəlağayının bu qədər cazibədar və uzun ömrlü olmasına səbəb nədir? Toylar yaraşığı nişan bağıdır. Gəlin köçənlərə üz duvağıdır. Bir yaşıl ağacın tut yarpağıdır. İpək baramanın barı Kəlağay. Bini binnət olan binəmdən gəlib. Banu çiçək kimi sənəmdən gəlib. Nənələr nənəsi nənəmdən gəlib. Verər bizə hər murazı Kəlağay. Kəlağay nənələrimizin başının ismə törpəyi olubdur. Analarımızın sədaqəti, qız gəlinlərimizin məhəbbəti var Kəlağayda. Biz bugün keçmişə boylananda görürük ki, nənələrimizin, analarımızın, qız gəlinlərimizin hər birinin bir Kəlağayısı olubdur. Kəlağayı ulu babamızın, babasının öz ömür gün yoldaşına hədiyyə verdiyi ipək yaylığıdır. Dədəm Qorqudun Burla xatına cehiz verdiyi ipək yaylıqdır. Baş ucalığımızdır, üz ağlığımızdır. Bizi hər dərddən, bəladan qoruyur. Həm də ki, Azərbaycan xanımını gözəl göstərir, yaraşıqlı göstərir, əzəmətli göstərir. Zəmanəmizin sirqəti, xanım, ipək nənələrimizin isməti, arı olan Kəlağayının hazırlanması Şəki və İsmayıllı rayonunun Baskal kəndində daha geniş yayılmışdır. Əsrlərin yadigarı olan Kəlağayı qədimdən müasir dövrümüzə gəlib çıxan yeganə geyimdir. Bir ucu Təbrizdir, bir ucu Gəncə. Naxşı, ilməsi incədən incə. Naxçıvan Şamaxı, Şəki Şirvandır. Könüllər gül açır onu görüncə. Kəlağayının istehsalı Azərbaycanda qədimdən məlumdur. Belə ki, Təbriz, Gəncə, Şəki, Şirvan, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Baskal qəsəbəsində yüksək keyfiyyətli kəlağaylar hazırlanırdı. Bu kəlağayları da Azərbaycanı dünyaya tanıdan ipəkdən, Ordubad ipəyindən, Gəncə, Şəki ipəklərindən hazırlanırdı. İpək də yüksək keyfiyyətli, xüsusi qablarda saxlanılan baramadan əldə olunurdu. Əvvəli tut yarpağı, baramadır, ipəkdir. Sonu əlvan naxışlı bir müqəddəs örpəkdir. Kəlağayıya el-oba arasında rəğbət bəslənməsinin səbəblərindən biri də onun çətin zəhmətlə hasil edilməsidir. Ata-baba ustadların dediklərinə görə Kəlağayını ərsəyə gətirmək evə təzə gələn gəlinin nazlı çəkməkdən ağırdır. Çünki Kəlağayının hazırlanması bir neçə mərhələdən keçir, səbir, zaman tələb edir. Birinci mərhələdə Kəlağayının sapı istehsal olunur. Ardınca Kəlağaylıq məhsul dəzgahda toxunur, qayçı ilə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqəyə qaynadırlar. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlanma işi başlanır. Kəlağayını kişilər hazırlayır. Bu kəlağaylarda naxışları, butaları ilə, rəngi ilə, adları ilə seçilirdi. Kəlağayların növbənöv adları var ki, demək, soğanı, isti otu, yeləni, albuxarı və s. adları vardı. Demək, kəlağayının istehsalı çox çətin bir proses olduğundan burada bir neçə sənət adamlar iştirak edirdi. Qəlibçi, toxucu, boyaqçı, ornamentalist və s. Elə ki, toxundu, qutardı, kəlağayı boyanmaya verilirdi. Boyanmada da müxtəlif rəng cövhərlərindən istifadə olunurdu. Məsələn, zirincdən, zəfərandan, sumaqdan və s. Rənglənib boyanandan sonra da onun naxışlanması üsuluna keçirilirdi. Ən gözəl naxış basma naxış üsulu idi ki, bu da ən gözəl kəlağayı adlanır.
Əsrlər boyu xanımlarımızın sevə-sevə istifadə etdiyi kəlağayılara vurulan naxışların zənginliyi elə əsrlər boyu insanları heyran edib. 44 günlük Vətən müharibəsində qazanılan zəfərin atributlarından olan xarı bülbül artıq kəlağayımızı bəzəyir. 44 günlük Vətən müharibəsində bizə zəfər yaşadan şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq kəlağayı ustaları son dövrlər bax belə xarı bülbüldən istifadə edirlər. Bu da çox gözəldir. Xarı bülbüllü kəlağayımızda son vaxtlar 44 günlük Vətən müharibəsindən sonra yer alıbdır. Bununla yanaşı kəlağayılara sadə, budaqlı, ləçəkli payız gülü naxışları vururlar. Bitişik şəkilli və həndəsə ornamentlərlə yanaşı tovuz quşu, göyərçin rəsmlərinə, həmçinin ceyrangöz haşiyə və pişik ayağı adlanan xüsusi üslublu naxışlara rast gəlmək olur. Hər bir dekorativ motivin rəmzi mənası ta qədimlərə gedib çıxan dərin mifoloji kökü vardır. Kəlağayımızın naxışları müxtəlifdir. Bu çox qədimi kəlağayıdır, çox da maraqlı bir kəlağayıdır. Təsəvvür edin, bir kəlağayının orta göbəyi olur. Burada 4 göbək birləşibdir, çox nadir kəlağayıdır. Kəlağayı ornamentləri sistemində nar şəklinə çox rast gəlirik. Nar nə deməkdir? Təbiət deməkdir, yaşıllıq deməkdir, xoşbəxtlik deməkdir, rəngindən gözəldir. O içinin arasında pərdə var, o pərdələrindən gözəldir, dənələrindən gözəldir, şirindir, turşməzədir, bolluqdur, bərəkətdir. Ona görə də buna bizim kəlağayı ustaları çox önəm veriblər. Xalq arasında çox sevilən və kəlağayıların bəzənməsində istifadə olunan simvollardan biri də butadır. Buta sözü əslində həyat ağacı mənasını verən sədr ağacının simvolik işarəsidir və forma etibarilə badama bənzəyir. Qeyd edeyim ki, əvvəllər butanı alındırmaqdan ötürü yumruqdan istifadə edirdilər. Bunlar taclı butalardır. Bunların bu naxışları taclı butalardır. Bunu bizi kəlağayı emalatxanasından veriblər. Bunlar küsülü butalardır. Bu butalar üz-üzə duranda bunlar sevgili butalardır. Bunlar əks istiqamətdə duranda deməli bunları küsülü butadır. Bir də bir maraqlı naxış var. Deməli belədir. Bu belədir. Bir də var belə. Deməli onda necə olur? Bunlar küsülüdür, bunlar küsüb barışan. Üz-üzə. Taclı buta var, şah buta var, tək buta var, balaca buta var, qoşa buta var, sevgili buta var, küsülən buta var. Sevən-sevənə sevgili buta hədiyyə verərmiş. Baxmayaraq ki, nəsillər bir-birini əvəz edir, geyimlər, düşüncələr dəyişir, ancaq bu milli kəlağayı gözəlliyi, zərifliyi ilə bugün də göz axşıyır, zamanı meydan oxuyur. Şairlərin təbii ilə desək, Nə dəyərdən düşür, nə rəngis olur. Söz şairin təbinə dolur. Necə gözəl olur, necə xoş olur, örtüb nazlananda yar kəlağayı. kəlağayılar özünə məxsus şəkildə dünyanın mənzərəsini əks etdirir. 7 rəng, hərati, bəstənigar, gəlinlik, noxudu, mixəyi, yaşıl qara, yemişani, zeytuni, ağzəmin zambağı, kəlağayıların hər biri əslində bir dastan, bir nağıl, bir nəğmədir. Bu cür kəlağayılar arasında Herati kəlağayı xüsusilə məşhurdur. Herati ən qədim kəlağayı növüdür. Bu qrupa daxil olan kəlağayılar sarı, qəhvəyi və ya qızılı narıncı rəngdə olur. Herati kəlağayı nə deməkdir? Hərə bir cürə yozur. Deyirlər ki, Herat xoruzu çox rəngbərəngdir, onda qəşəng rənglər var, ona görədir. Bəzən də deyirlər ki, Herat şəhərində istehsal olunub, ona görə də Herati kəlağayı deyirlər. Herati kəlağayı bir neçə rəngi özündə cəmləşdirir. Burada görürsünüz, 1, 2, 3 rəng cəm olub. Ancaq müasir dövrdə
Yeraltı kəlağaylar 7-8 rəngdən ibarət olur və ona görə də o kəlağaylara kəlağayların şahı deyirlər. Keçmişdə belə 2-3 rəngdən istifadə edilmişlər, indi çox rənglərdən istifadə edirlər. Kəlağayı onu örtənin başından üstə dayanan, ağıldan, kamaldan, təsəvvürdən yuxarıda qərar tutan geyim kimi də müqəddəs hesab edilib. Ana təbiət və min illərin yadigarı kəlağayımız həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı hələ qədimdən Azərbaycan qadınlarının tək toy nişanlı, hüzünlü günlərinin şahidi olmayıb. Onların gündəlik həyat tərzində, başında, çiynində qərar tutub. Adətən gündəlik kəlağayılar daha yığcam, daha rahat hazırlanıb ki, xanımlara mane olmasın. Digər kəlağayılar isə nəsillərə yadigar üçün, gələcək üçün sandıqda saxlanılıb. Kəlağayı həm də bir xəbərdar edici bir xüsusiyyəti var. Məsələn, toylarımızda qırmızı kəlağayıdan, gəlin arabasının qabağında qırmızı zoğalı kəlağayıdan istifadə edirdilər. Amma bir günlərdə isə evlərdən qara kəlağayılar asılırdı. Nə xoş bizə ki, bu gün bu kəlağayı bizim baş sazımız olub. Sandıqlardan çıxdı, çiyinlərə, oradan da başlara salındı. Biz bu milli mənəvi dəyərlərimizi, analarımız, nənələrimiz necə bizə əmanət eləyiblərsə, biz də bunun dəyərini gənclərimizə aşılamalıyıq ki, onlar da bunları başlac etsinlər. Müasir dövrdə qız gəlinlərimiz son vaxtlar mən deyərdim ki, kəlağayımıza yaxınlaşırlar, kəlağaydan istifadə edirlər. Şəhərlərdə görürsən ki, özlərinə gözəl aksessuar kimi istifadə edirlər. Kəlağayı gözəldir, rənglərindən, naxışlarından, butalarından, xallarından, güllərindən, hamısı bir-birindən gözəldir. Baxırsan, göz oxşayır, baxırsan, sevinirsən, baxırsan, insanın könlü gülür. Bunu çox istifadə edərmiş. Nədənsə, bax, bu ağ zəmin kəlağaylar o vaxtı çox istehsal olunarmış. Ağ olduğuna görə, ağdakı ağ bəxt deməkdir. Bundan istifadə edərmişlər. Toyu olandan sonra əsas bu kəlağaylardan istifadə edərmiş. Ona görə də yaddaşlarda bu kəlağayı daha çox qalıbdır. Və qırmızı kəlağayı da toylarda istifadə edərmişlər və gəlinə üz duvağı deyərdilər. O vaxtı gəlinin bax beləcə üzünə örtərmişdilər. Gəlin belə gəlin köçərmiş. Bax belə. Və onun üzünü öz həyat yoldaşı, nişanlısı belə açarmış, onu başqa adam aça bilməzmiş. Düzdür, biz bugün bu adəti gətirə bilsək çox yaxşı olar. Mən arzu edərdim ki, qız gəlinlərimiz bugün toylarda, nişanlarda Avropaya doğru meyillidirlər. Bəzən gəlin donlarını çox müasir seçirlər. O da gözəldir, ancaq ki, kəlağayımız milliliyimizdir, ondan uzaqlaşmamalıyıq. Məndən olsa elə gəlin köçən qızlarımız fata yerinə kəlağayıdan istifadə edərlər. Qadın yaşından və ailə vəziyyətindən asılı olaraq müəyyən rəngə və naxışlara malik kəlağayı örtür. Gənc xanımlar açıq rəngli, yaşlı qadınlar tünd və ya sakit rəngli, nəzərə çarpmaz naxışları olan kəlağayıdan istifadə edirlər. Kəlağayının müalicəvi əhəmiyyətə malik olması, bədnəzərdən, bəlalardan qorunması barədə çoxlu inancılar var. Kəlağayı örtmək səhiyyə, sağlamlıq baxımından da xeyirlidir. Dumana, tüstüyə, toza və ya pis qoxuya rast gəldikdə, qadın kəlağayısı ilə üzünü örtməklə onların nəfəs yoluna daxil olmasının qarşısını alır. Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır. Cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirlər. Yaşmağın altında yatan sir gözəl, vəsfinə acizdir müxəmməs qəzəl, alıb ayaq atda atsa bir gözəl, kəsər davadalaş, qov kəlağayı. Kəlağayının həm də faydaları vardı. Demək, qədim zamanlarda hələ bağlarda, bağçalarda işləyən analarımız, nənələrimiz kəlağayıdan yaşmaq tutardılar ki, tozu, torpağı çəkməsinlər. Kəlağayının mistik xüsusiyyətləri də var ki, o həm soyuqdan saxlayır, qışda da bədəni istidir və hətta kəlağayı heç bir həşərat qonmaz deyirlər. Bir də bunu qoca nənələr çəki kimi altdan çəki deyərdilər və bunların nənələrin başını soyuqdan, istidən qoruyurmuşlar. O Barat Vüsal şeirində deyir ki, nənələr vardır ki,
kəlağay örtüb deyərdi başımın ağrısı dindi. Və beləcə bağlayarmışlar və başlarının ağrısı kəsərmişdi belə. Altdan belə çəki kimi kəlağayını örtərmişlər. Nazlı bir gəlinə bənzəyir, bilin. Örpəklər içində al kəlağayı. Gəlişi möhtəşəm, ərkli, ədalı, sirrini saxlayır lal kəlağayı. Atəşin alovu bürünüb ona, sehirli məlhəmdir ruh ilə cana. Sədası yayılıb bugün hər yana, açılıb üzünə qol kəlağayı. Çəməndə çiçəkdən naxış götürmüş, evlərə toy büsat, sevinç gətirmiş. Davanı, dalaşı qanı yatırmış, adı ağızlarda bal kəlağayı. Kəlağay haqqında qədimdən aşıqlarımız, şairlərimiz də çox yazmışdılar. Amma bugünkü qədər kəlağayını vəsf eləyən, onun haqqında şeirlər yazan, mahnılar qoşan sənətkarlarımız olmamışdı. Bu kəlağaylarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəlliyi cizgiləri gizlənib. Aşıq Ələsgər yazır ki, gözəl, sənin nə bədəndir? Kəsilib qısa tellərin, kəlağayı əlvan qıyğacı üstündə basa tellərin. Ay qız sənin nə bədəndir, kəsilib qısa tellərin, kəlağayı əlvan qıyğacı üstündən basa tellərin. Ay qız sənin nə bədəndir, kəsilib kəlağayı əlvan qıyğacı üstündən basa tellərin. Sənin o qara tellərin, sənin o qara tellərin, o telli telli tellərin, yel qura əsə tellərin, o telli telli tellərin, bağrımı kəsə tellərin, telli telli o tellərin, yel qura əsə tellərin, o telli telli tellərin, bağrımı kəsə tellərin. Bütün dünyaya bəlli olan bu örtük, gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə odlar yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin 2014-cü il noyabrın 26-sında keçirilən iclasında Azərbaycan kəlağayı sənəti, kəlağayı simvolizmi və ənənəvi sənəti adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Kəlağayı qadınlarımızın gözəlliyinə gözəllik qatır. 2014-cü ilə qədər kəlağayının bu qədər qədrini biz bilməmişdik. Elə ki 2014-cü il noyabrın 26-sında Azərbaycan kəlağayı sənəti, kəlağayı simvolizmi və ənənəvi sənət adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil oldu və beləliklə Azərbaycanda kəlağayı sənəti, milli mənəvi dəyərlər sisteminin mədəniyyət üzrə ən mühüm nümunələrindən biri kimi beynəlxalq səviyyədə tanıdı. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində bizim Azərbaycanın birinci xanımı Mehriban xanımın çoxşaxəli fəaliyyəti nəticəsində artıq öz dəyərini, öz qiymətini tapdı kəlağayı. Kəlağayı nəinki indi qız gəlinlərimizin, hətta yeniyetmələrimizin də belə gözəl aksesuarına, baş tacına çevrilibdir. Mən o qədər qürur duyuram ki, deyirəm ilahi, Allahdan belə bir möcüzə gələ. Bir gün ola ki, kəlağayı ili elan oluna və bütün Azərbaycan nənələri, Azərbaycan qadınları, Azərbaycanın qız gəlinləri sevinə və hamı kəlağayıya bürünə. Ən əsası ulu nənələrimizin ruhu sevinər ki, onlar kəlağayıya necə sədaqət göstərmişlər. Kəlağaylarda nənələrimizin sədaqəti, analarımızın abır, həyası, isməti, qız gəlinlərimizin məhəbbəti var idi. Kəlağayıda sehr var, mehr var, məhəbbət var, ülfət var, sədaqət var. O qədər saflıq var ki, kəlağayıya bürünəndə insanın üzü, çöhrəsi gəlir. Kəlağayımızı qoruyaq, yaddaşdır kəlağayımız. Kəlağayımız o qədər uludur ki, keçmişimizlə bu günümüz arasında, bu günümüzlə sabahımız arasında
ipək, zərif körpüdür və biz bu körpüyü qorumağı bacarmalıyıq. Bu da tək məndən yox, hər bir Azərbaycan xanımından, hər bir Azərbaycan kişisindən asılıdır. Barat Vüsal yazır ki, vətən torpağının bir hissəsi tək, onu unutmayam gərək mən anam, mənim gözlərimdə uşaq vaxtları anam Kəlağaydı, Kəlağay anam. Azərbaycan qadınının namusu, isməti, ləyaqəti olan Kəlağayı qədimdə başımızın örpəyi, ağzımızın yaşmağı olub. Analarımızın, nənələrimizin xoş günlərinin şahidi, matəm günlərində onlarla yoldaş olub. Zərafətimiz, zərifliyimiz, gözəlliyimizin tərənnümü olan Kəlağayını bugün başımızı örtməsək də, bir tərəfin ağzımıza çəkib yaşmaqlanmasaq da, onu qoruyaq və dövrə qurban verməyək.